Salam əziz şagirdlər və müəllimlər, hər birinizi xoş gördük. Bugün sizlərlə 11-ci sinif fizika testindən müxtəlif mühitlərdə elektrik cərəyanının test A variantının izahı olacaqdır. Elə isə testimizə keçid almamışdan əvvəl, əgər kanalımız sizlər üçün faydalı olursa, kanalımızı bəyənib, abunə olmalı və ən əsası da paylaşaraq daha çox şagird və müəllimin faydalanmasına kömək edə bilərsiniz. A variantı sxemi tamamlayın. Yarımkeçircilər ilk öncə onu qeyd edək ki, maddələr elektrik keçirciliyinə görə 2 yerə bölünür. Naqillər, dielektriklər və yarımkeçircilər. Naqillər elektrik cərəyanını yaxşı keçirən maddələr, dielektriklər elektrik cərəyanını keçirməyən maddələr əsasən bağlı yüklərdən ibarətdir. Yarımkeçircilər isə xarici təsirlərdən kəskin asılı olan maddələrdir. Yarımkeçircilər keçirciliyinə görə 2 yerə bölünür. Məxsusi və aşkar. Məxsusi yarımkeçirci dedikdə tərkibində hər hansı bir qatqısı olmayan yarımkeçirci nəzərdə tutulmuş olur. Aşkar dedikdə isə yarımkeçircinin keçirciliyini artırmaq üçün tərkibinə vurulan maddə aşkar adlanmış olur. Aşkarlar da 2 yerə bölünür. N tip və P tip. N tip elektronlar, P tip isə deşiklərdir. N tipə donor, P tipə isə akseptor deyirik. 2 nömrəli sualımızda vakuum diodu və yarımkeçirci diodun oxşar və fərqli xüsusiyyətləri tələb olunur. Volt-amper xarakteristikasında gərginliyin müəyyən qiymətində doyma cərəyanı yaranır. Bu vakuum dioduna aiddir. İndi onun qrafiki haqqında ən sonda daha geniş məlumat verəcəm. Dəyişən cərəyanı düzləndirmək üçün istifadə olunur. Hər ikisi həm vakuum diodu, həm də yarımkeçirci dioddan. İş prinsipi termoelektron emissiyası hadisəsinə əsaslanır. Termoelektron emissiyası qızdırılan katodun özündən elektron buraxması hadisəsidir. Bu da vakuum diodundadır. Çünki vakuum adi şəraitdə dielektrikdir. Elektrik cərəyanını keçirtmir. Sadəcə olaraq orada katodu qızdırmaqla üzərindən elektronlar çıxır ki, həmin bu elektronlar anoda çataraq vakuumda elektrik cərəyanını yaratmış olurlar. 4. İş prinsipi P-in keçidinə əsaslanır. Bu yarımkeçirci dioddur. Üstün cəhətlərindən biri çox kiçik ölçülü cihazda olmasıdır. Bunları da yarımkeçirci dioda aid etmək mümkündür. Davam edirəm 3 nömrəli sualımızdan. 2 elektrolitik vanna ardıcıl birləşdirilib. Birinci vannada mis, deyəsən bunun adını tam xatırlamıram. Digərində isə mis xlor 2 ərintisi vardır. Elektroliz zamanı elektrodlarda hansı maddənin ayrıldığını müşahidə edin. Deməli, diqqət yetirsəz, bu hissə müsbət, bu hissə isə mənfidir. Deməli, bu hissə müsbət, bu hissə mənfi. Bu hissə müsbət, bu hissə isə mənfi olmuş olacaqdır. Onda birinciyə yerləşmiş olacaqdır Br elementi müsbətə, digərinə isə mis, mənfi olan hissəyə 2 mənfidir. Sonra 3 müsbət olan hissəyə xlor yerləşmiş olacaqdır. Bu tərəfə isə, yəni yenidən 4 olan mənfi hissəsinə isə mis birləşmiş olacaqdır. Bu da elektrolitlərdə elektrik cərəyanına aiddir. Yəni mayelərdə elektrik cərəyanının yaranması. 4 nömrəli sualımızla davam edirəm. Yarımkeçircilərin xüsusi müqavimətinin temperaturdan asılı qrafikini çəkin. İstər yarımkeçircilərin müqaviməti, istərsə də xüsusi müqaviməti temperaturla tərs mütənasib asılılıq əmələ gətirmiş olacaqdır. 5 nömrəli sualımız. Elektrik sahəsinin intensivliyinin hansı minimal qiymətində qaz atomlarının iyonlaşması baş vermiş olar? İyonlaşma enerjisinin baş verməsi üçün mütləq şəkildə kinetik enerji iyonlaşma enerjisindən böyük olmalıdır. Bu zaman burada kinetik enerjinin yerinə yazıram kiçik y vurulsun böyük y vurulsun L. Bu da böyük bərabərdir WI. Bu zaman hesablamanı aparsaq yazıram y böyük bərabərdir. Bura yazıram ki
Y-nin yanında ona kiçik y ilə L məxrəcə, W də yuxarıya. Bu da bərabər olmuş olacaqdır. Bərabər deməyək, böyük bərabər daha doğru olar. Bu zaman W dediyimiz 2,4 vurulsun 10 üstü -18. Y elementar yüktür 1,6 vurulsun 10 üstü -19. L-in qiyməti 10 mikrometr olduğuna görə 10 üstü -6 ilə ifadə edəcəm. Bu da bərabər olmuş olacaqdır. 1,5 megavolt bölünsün metr şəklində ifadə edə bilərik. 6 nömrəli sualımız. Verilmiş mühitlərə uyğun sərbəst yük daşıyıcıların doğru göstərildiyi bəndləri müəyyən edin. Elektrolitlərdə, yəni məhlullarda müsbət və mənfi ionlardır. Bu doğrudur. Plazmada xeyr, deşiklər yoxdur. Daha sonra N-tip yarımkeçikli əsas yük daşıyıcı elektronlar, qeyri-əsas yük daşıyıcı deşiklərdir. Bu da doğrudur. Vakuum diodunda termoötün emissiyasıdır. Bu da düzdür. Metallarda isə deşiklər deyil, yalnız elektronların hesabına baş vermiş olur. Deməli, burada 1, 3 və 4 doğru olmuş olacaqdır. Davam edirəm 7 nömrəli sualımızdan. Üzərinə düşən işığın intensivliyinin müxtəlif qiymətləri üçün fotorezistorun voltamper xarakteristikaları şəkildə verilibdir. Hansı qrafika uyğun düşən işığın intensivliyi daha böyük olmuş olacaqdır? Belə ki, düşən işığın intensivliyini artırırıqsa, fotorezistorda sərbəst yük daşıyıcıların sayı çoxalır və bu səbəbdən də cəryan şiddətinin qiyməti kəskin olaraq artır. O zaman burada deyə bilərik ki, I1-in qiyməti I2-dən böyükdürsə, birinci halda düşən işığın intensivliyi ikinci haldakından böyük olmuş olacaqdır. Və fotorezistor yarımkeçirici cihaz olduğuna görə yarımkeçirici cihazlar belə ki, əgər fotorezistordan söhbət gedirsə, intensivliyi artırıramsa, müqavimət azalır, əksinə intensivliyi azaldıramsa, müqavimət artmış olacaqdır. Davam edirəm stasiyamızla. Sizə təqdim olunmuş stasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək 8-10 sayı tapşırıqları yerinə yetirin. Cəryan mənbəyinin daxili müqavimətini təyin etmək üçün cəryan mənbəyi, rezistor, ampermetr və voltmetrdən ibarət dövrə yığılmışdır. Dövrədəki rezistorun müqaviməti fərqli rezistorla əvəz edərək ölçmələr aparılmış və nəticə cədvəldə qeyd olunmuşdur. İlk öncə bizə deyir ki, yığılan dövrənin sxemini çəkin. Burada mən qeyd edirəm bir cəryan mənbəyi. Bu tərəfə, məsələn, birləşdirən bir dənə rezistor, bir dənə də ardıcıl şəkildə ampermetr və cəryan mənbəyinə bu hissəyə bir dənə də paralel şəkildə voltmetri birləşdirərəm. İstəsəm, voltmetri həmin bu rezistorun üzərindən də qeyd edə bilərəm. Yəni, hər iki halda doğrudur. 9 nömrəli sualımız. Mənbəyin sıxacılarındakı gərginliyin dövrədəki cəryan şiddətindən asılılıq qrafikini çəkin. Belə ki, burada diqqət yetirsək, gərginlik 4 qiymətini alanda cəryan şiddəti 1 qiymətini, daha sonra 3 qiymətini alanda 2, gərginlik 2 alanda cəryan şiddəti 3, gərginlik 1 alanda isə cəryan şiddəti 4 qiymətini almışdır. O zaman asılılıq qrafikini bu formada qeyd edə bilərik. Baxın belə. Davam edirəm 10 nömrəli sualımızla. Deyir, qrafikdən istifadə edərək cəryan mənbəyinin daxili müqavimətini hesablayın. Burada 5 dediyimiz epsilonun qiymətidir. Bizim düsturumuz U bərabərdir epsilon minus IR-dir. O zaman 4 bərabərdir 5 minus daxili müqavimətimiz bizdə yoxdur. Cəryan şiddətinin qiymətini isə 1 olaraq götürürəm. O zaman yazıram 1 vurulsun R-ə. Buradan da R bərabər olmuş olacaqdır 1 ohma. Davam edirəm 11. Maddədə elektrik cəryanının yaranması üçün hansı şərtlər zəruridir? Mütləq şəkildə sərbəst yük daşıyıcı olmalıdır, sahə qapalı olmalıdır və üçüncü şərtimiz isə mütləq şəkildə orada elektrik sahəsi yaratmalıyıq. Burada sərbəst yük daşıyıcı yüklü zərrəciklərin və onlara müəyyən istiqamətdə təsir edən qüvvələrin olması, yəni A variantı doğrudur.
12. Cəryan şiddəti hansı cihazla ölçülür? Ampermetrlə dövrəyə ardıcıl qoşulur. 13. Dövrə hissəsinin ümumi müqavimətini təyin edin. Bu hissə R-dir. Bura paralel birləş. Paralel birləşəndə birini götürüb sayına bölürəm. R bölünsün ki, burada R. İndi ardıcıl birləşmə əmələ gətirir. Ardıcıl birləşmədə də müqavimətlər toplandığına görə yazıram R üstə gəlsin. R bölünsün 2 plus R-ə. Bu da bərabər olmuş olacaqdır. 5R bölünsün 2-yə. Bu da bərabərdir 2,5R-ə, yəni D variantına. 14. Cəryan şiddəti sabit qaldıqda, yəni I bərabərdir konstant olan halda istilik miqdarı T-dən necə asılıdır? Q bərabərdir I kvadratı vurulsun R vurulsun T-dir. I sabit olanda Q T-ilə düz mütənasib asılı olmuş olacaqdır. Davam edirəm 15. Qızdırıcı cihazın spiralını 2 dəfə qısaldıb, yəni L2 bərabərdir L1 bölünsün 2-yə. Həmin gərginlikli şəbəkəyə qoşduqda cihazın gücü necə dəyişmiş olar? Yəni bizə deyir ki, burada U sabitdir. İlk öncə onu qeyd edirəm. Daha sonra B bərabərdir U kvadratı bölünsün R-dir. U kvadratı R-in yerinə yazsam rho L bölünsün S-də qalxacaq yuxarı. U sabit olanda deməli P L-lə tərs mütənasib asılıdır. Əgər L-in qiyməti 2 dəfə azalırsa, bu zaman güc 2 dəfə mütləq şəkildə artmış olacaqdır. Bu da hardadır? B variantında. 16. Elektron nəzəriyyəsi baxımından naqilin elektrik müqaviməti nə ilə izah olunur? Sərbəst elektronların kristal qəfəsin düyün nöqtələrində olan ionların toqquşması nəticəsində. Davam edirəm 17. Reostatın sürgü qolunu sağa sürüşdürərkən lampanın közərməsi və voltmetrin göstərişi necə dəyişmiş olacaqdır? İlk öncə burada mən sürgü qolunu sağa doğru sürüşdürsəm, əvvəlcə işləyən hissə bu qədər idi. Mən bunu sağa doğru sürüşdürdükcə işləyən hissənin uzunluğunu artırıram. Uzunluq artırsa, müqavimət artır. Bu zaman cəryan şiddəti mütləq şəkildə azalmış olur. Artıq mən burada voltmetri U bərabərdir I vurulsun R-dən yaza bilmərəm. Çünki U bərabərdir I vurulsun R-nə yazmağım üçün mənə mütləq şəkildə bir sabit olmalıdır. Yəni R sorulsaydı, məsələn, müqavimət sabit götürüb cəryan şiddətlə arasında əlaqə yarada bilərdim. Burada isə bizim istifadə edəcəyimiz düstur U bərabərdir epsilon minus I R-dir. Əgər I-nin qiyməti azalırsa, onun qiyməti də mütləq şəkildə artmış olacaqdır. O zaman deyirik ki, cəryan şiddəti azaldığına görə lampanın közərməsi azalar, voltmetrin göstərişi isə artmış olacaqdır. 18. Naqilin müqaviməti soruşulur. R bərabərdir U bölünsün I-dir. Mən I-ni paralel olaraq bura köçürsəm, deyirəm alfa bucağına bitişik olan katetin, yəni U-nun qarşısında olan katetə nisbəti bizə vermiş olur kotangens alfanı, yəni B variantını. Sonra 19. Açarı qapadıqdan sonra dövrənin müqaviməti necə dəyişər? İlk öncə bu R-lə R ardıcıldır 2R. Bu R-lə də bu R ardıcıl olur 2R. Sonra paralel birləşmə olduğuna görə 2R bölünsün sayı 2 bərabər olmuş olur müqavimətimiz R-ə. Sonra bunlar nə edirlər? Bunlar açarı bağlayırlar. O zaman gəlin şəklimizi silək. Bunlar şəkli bağladılar. Yəni bu hissədə paralel oldu. O zaman bu hissədə paralel oldu. Yəni R bölünsün 2, bu hissədə R bölünsün 2 olmuş olacaqdır. Bu sualda bir şey diqqət yetirək. Artıq bu açar bağlanandan sonra həmin bu hissədə qısa qapanma olur. Yəni açarın müqaviməti 0-a düşmüş olur. Onda sadəcə olaraq müqavimət olur R bölünsün 2. Əvvəlcə açıq olanda R idi. Sonra oldu R bölünsün 2. Müqavimət nə idi? 2 dəfə azalmış oldu. 20. Ədədi qiymətcə müsbət vahid yükün dövrə hissəsində yer dəyişməsi zamanı elektrik sahəsinin gördüyü şey, yəni A-ya bərabər olan fiziki kəmiyyət necə adlanır? Bu gərginlik adlanmış olacaqdır. Çünki gərginlik U bərabərdir A bölünsün Q şəklində ifadə eləyə bilərik. 21. İfrat keçiricilərdə cəryan axan zaman cəryanın hansı təsirləri müşahidə olunmuş olur? Belə ki, cəryanın
təsirləri haqqında gəlin ilk öncə məlumat verim, daha sonra isə ifrat keçiricilərdə hansı cəryanın təsirləri olduğunu aydınlaşdıraq. İlk öncə başlayıram istilik təsirinə, yəni Joule-Lenz qanunu. İstilik təsirində elektrik cəryanı keçərkən naqilin qızmasına səbəb olur. Məsələn, lamba, ütü və s. nümunə olaraq götürə bilərik. Maqnit təsiri. Maqnit təsiri dedikdə isə cəryan keçərkən naqilin ətrafında maqnitizasiya yaranır və bu təsir elektromaqnitlərdə, elektrik mühərriklərində, transformatorlarda istifadə olunmuş olur. Kimyəvi təsir. Kimyəvi təsirə dedikdə isə elektrik cəryanı mayelərdə, elektrolitlərdən keçdikdə kimyəvi reaksiyalar baş vermiş olur. Məsələn, suyun elektrolizi, metalların örtülməsi, yəni nikelləmə və yaxud qızıllamanı nümunə olaraq göstərə bilərik. Bir də işıq təsiri var. İşıq təsiri istilik təsirindən bəzən özünü göstərir. Məsələn, çox qızan naqilin eyni anda həm istilik, həm də ki, orada işıq şəklində müşahidə oluna bilər. Bir də mexaniki təsir də var. Düzdür, mexaniki təsiri biz o qədər də çox istifadə eləmirik. Yəni, ən çox cəryanın 3 təsiri haqqında danışırıq. Amma ki, mexaniki təsir də mövcuddur ki, belə ki, onları hərəkətə gətirə bilər. Məsələn, elektromaqnitlərdə, mühərriklərdə olan təsir adlanmış olur mexaniki təsir. Yəni, bir növ hərəkətlə bağlı olan təsirdir. Amma dediyim kimi, o qədər çox istifadə olunmur. Deməli, metallarda sərbəst yük daşıyıcılar gəlin xatırlatma eləyək. Elektronlar, elektrolitlərdə müsbət və mənfi yüklü ionlar, yarımkeçircidə elektronlar və deşiklər, vakuum diodunda elektronlar, qazlarda isə elektronlar və ionları nümunə olaraq göstərə bilərik. İndi isə davam edirəm. İfrat keçiricidə cəryan axan zaman cəryanın hansı təsirləri müşahidə olunmuş olur. Belə ki, ifrat keçiricilərdə həm maqnit, həm də ki, mexaniki təsir özünü göstərir. Amma burada yalnız maqnit təsirini qeyd edə bilərik. Çünki mexaniki təsir kitablarda qeyd olunmur. Metallarda həm istilikdir, həm maqnit təsiridir. Elektrolitlərdə kimyəvi təsirdir. Qazlarda istilikdir. İstiliklə işıq təsiri bir götürülür. Vakuumda isə maqnit və həmçinin mexaniki qarşılıqlı təsiri göstərmək mümkündür. Sonra 22. Hansı cihazlardan istifadə edərək naqilin xüsusi müqavimətini hesablamaq olar? Belə ki, xüsusi müqaviməti həmçinin biz müqavimətlə deyə bilərik. Müqavimət R bərabərdir Rho L bölünsün S ifadəsidir. Bu zaman burada xüsusi müqaviməti R-i təyin eləsəm, R, S bölünsün L şəklində qeyd edə bilərəm. Bu zaman burada R müqaviməti təyin eləməkdən ötürü biz bura U bölünsün I vurulsun S bölünsün L yaza bilərik. Onda U bölünsün L-də olanlar, yəni voltmetrlə və ampermetr vasitəsilə təyin edə bilərik. Daha sonra 23. Elektrik hərəkət qüvvəsi 220 volt, daxili müqaviməti 0,1 ohm olan cəryan generatoruna hansı müqavimətli naqil qoşmaq lazımdır ki, generatorun sıxaclarındakı gərginlik 210 volta bərabər olmuş olsun. Bu zaman U bərabərdir epsilon minus I yazıram. Onun yerinə yazıram 210 bərabərdir 220 minus 0,1 I. Bu zaman 10 bərabərdir 0,1 I-yə. Buradan da I bərabər olmuş olacaqdır 100-ə. Ondan sonra I bərabərdir epsilon bölünsün R plus R düsturundan istifadə eləsəm, yazıram 100 bərabərdir epsilonun qiyməti 220 bölünsün R plus 0,1. Onda yekun olaraq biz buradan R-in qiymətini deməli hesablama aparsaq 2,1 almış olaraq. 24. Metal naqilin müqavimətini necə artırmaq olar? Müqavimət R bərabərdir Rho L bölünsün S ifadəsidir. S-i azaltmaq, L-i isə artırmaqdır. Və həmçinin metalların müqaviməti temperaturla düz mütənasibətlidir. Belə ki, bir uzunluğu artırmaqla, bir də ki, temperaturu artırmaqla, yəni 1 və 3
doğrudur. Davam edirəm 25. Biri müqavimətimiz 1, ikinci müqavimətimiz 2, üçüncü müqavimətimiz 3, dördüncü müqavimətimiz isə 4-dür. İlk öncə diqqət yetsək, R1 ilə R2 ardıcıl birləşib. Yəni bunları toplayıram, eləyir 3. Sonra baxıram ki, 4 ilə 3 necə birləşib? Bunlar da ardıcıl birləşibdir. 4 ilə də 3 toplayıram, mənə vermiş olacaqdır 7. İndi bizdə dövrənin ümumi müqavimətini hesablamaq tələb olunur. O zaman yazıram R bərabərdir 3 vur 7 böl 3 plus 7. Bu da bərabər olmuş olacaqdır 2,1-ə. 26. Cərəyan şiddəti birinci rezistorda 3 amper olarsa, ikinci rezistorda nəyə bərabərdir? Ardıcıl birləşmə zamanı cərəyan şiddətləri bir-birlərinə bərabər olduğuna görə elə birinci hissədə əgər cərəyan şiddəti 3 amperdirsə, ikinci hissədə də cərəyan şiddəti 3 amperə bərabər olmuş olacaqdır. Sabit gərginlik mənbəyinə qoşulmuş metal naqidən keçən cərəyan şiddətinə I bərabərdir U bölünsün R. Cərəyan şiddətini əgər artırmaq istəyiriksə, R-də olan L-i azaltmaq lazımdır. S-i isə nə etmək lazımdır? Mütləq şəkildə artırmaq lazımdır ki, müqavimətimiz azalmış olsun. Onda burada cərəyan şiddətini artırmaq üçün naqili soyutmalıyıq. Və həmçinin naqilin uzunluğunu azaltmaqla artırmaq mümkündür. Çünki naqili soyutduqda həmçinin müqavimət də azalmış olur. 28. Elektroiddən keçən yükün miqdarını artırdıqda M bərabərdir K vurulsun Q-yə, Faradayin verdiyi ifadədir. Bu zaman elektrokimyəvi ekvivalent, yəni K dəyişməz, kütlə isə artmış olar. Yəni doğru cavabımız 3 və 4. 29. Uyğunluğu müəyyən edin. Metal naqilin uclarındakı gərginliyi U-nu 3 dəfə artırdıqda müəyyən müddətdə ondan ayrılan istilik miqdarı, naqilin müqaviməti və naqildən keçən cərəyan şiddəti necə dəyişmiş olacaqdır. İlk öncə Q-nu yazsaq, Q bərabərdir U kvadratı bölünsün R vurulsun T-dir. Əgər U-nu 3 dəfə artırılırsa, demək Q-nun qiyməti 9 dəfə artar, 1-ə aiddir D. Naqilin müqaviməti asılı deyil, dəyişməz. Cərəyan şiddətinə gəldikdə isə I bərabərdir U bölünsün R-dən müqavimət sabit olanda, əgər gərginlik 3 dəfə artırsa, cərəyan şiddəti də 3 dəfə artmış olar. Yəni B variantı. 30. Dördvalentli yarım keçiricilərə göstərilən aşkarları daxil etdikdə. Dördvalentliyə daxil etdikdə elektrik keçiriciliyi dəyişmir, yəni bu məxsus elektrik keçiriciliyinə malikdir. 3. Əgər özündən bir valent kiçiyini əlavə ediriksə, bu zaman olur akseptor, yəni P tip keçiriciliyə malik olmuş olur və deşiklərin sayı artır. Əgər bir valent böyüyünü artırırsa, bu olur N tip və həmçinin sərbəst elektronların sayını artırmış oluruq. Artıq sizinlə test A variantının ən sonuncu sualını da izah etdik. Əgər bura qədər gəlmisinizsə, kanalımızı bəyənib abunə olmağı unutmayın. Növbəti videoda görüşmək üzrə.